Bu, Azərbaycanın Raşidi xilafətin tərkibinə daxil edilməsini təsdiqləyən müqavilənin mətnidir. Azərbaycan hakimi İsfəndiyar Fərruxzadə Gərmizan və Vacruz döyüşlərində məğlub olduqdan sonra Hicri 18-ci ildə xilafət ordusunun komandanı Utbə ibn Fərqət Əs-Suləmi ilə bu müqaviləni imzalamışdı. Müqavilədə möminlərin əmri Ömər ibn Əl-Xəttabın canişini Utbə ibn Fərqadın Azərbaycan əhalisinin canlarının, mallarının, dini etiqadlarının və milli kimliklərinin təhlükəsizliyinə zəmanət verdiyi bildirilir. Bunun əvəzində qadınlar, uşaqlar və yoxsullar istisna olmaqla əhali cizyə ödəməli idi. Ümumən cizyə sadəcə əmək qabiliyyəti olan kişi əhalidən alınırdı. Qadınlar, uşaqlar, din xadimləri və yoxsulluq səviyyəsinin altında olanlar cizyədən azad idilər. Azərbaycan ribat bölgə olduğu üçün xəlifə Ömər tərəfindən əhalisinə verilən imtiyaza əsasən cizyə mükəlləfləri xilafət ordusu ilə birlikdə hərbi əməliyyatlarda iştirak etdikləri il cizyədən azad idilər və qənimətlərdən pay ala bilirdilər. Cizyə kasıblardan 12, ortabablardan 24, zənginlərdən 48 dirhəm olmaqla ildə bir dəfə alınırdı. Bir Sasani dirhəmi 3,96 qram gümüş idi. Günümüzün məzənnəsi ilə hesablayaq. Dünya bazarında bir unsiya gümüş 49 dollardır. Təqribən 84 manat. Bir dirhəm bərabərdir 10 manat 70 qəpik. Bu minvalla kasıb əhali 128 manat 35 qəpik, ortabablar 256 manat 70 qəpik, zənginlər isə 513 manat 40 qəpik illik cizyə ödeyirdilər. Bu dırnaq arası zülmü görürsünüzmü? Öz aramızdır belə baxanda 7-ci əsrdə zimmi olaraq yaşamaq daha sərfəliymiş. Mətn Muhammed Həmidullahın Məcmuat Əl-Vəsaiq Əs-Siyasiyyə Lil-Əhd Ən-Nəbəvi Vəl-Xilafə Ər-Raşidə adlı əsərindən götürülüb. Müəllif Paris Sorbonne Universitetinin Pakistan mənşəlli professoru idi. Tarixi qaynaqlardakı sözü gedən dövrə aid siyasi əhəmiyyət kəsb edən mətnləri bu əsərdə cəm etmişdi. Bəhs etdiyimiz bu sənədin mətnində Utbə ibn Fərqədlə yanaşı Bukeyr ibn Abdullah Əl-Leysi və Əbu Ducana Simaq ibn Xaraşə Əl-Ənsarinin də iştirakları qeyd olunur. Hər üçü Allahın elçisi Muhammedin sallallahu aleyhi və səlləm sahabələrindən idi.